Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz Kitab-ı Dədə Qorquddan Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boydur. Vaxt itirmədən birbaşa mövzunun izahına keçək. Forma xüsusiyyətlərini bundan qabaqki boyda yazmışdıq. Deməli, epik növlədir, eyni zamanda dastan janrındadır. Həm epik ünsürlər, həm də lirik ünsürlər, yəni şeirlər əsərdə özünü göstərirlər. Deməli, əsər necə başlayır? Əsər ümumiyyətlə Qazan xanın məclisi ilə başlayır. Yenə bir məclisə yığışıblar və burada Qazan xanın həmin məclisdə etdiyi işlərdən danışılır. Məsələn, 100 yerdə ipək xalça döşətmişdi, 90 dəstə gənc qızın məclisə toplamışdı və 9 yerdə kef məclisi qurmuşdu. Çünki Oğuz eli böyük və geniş bir ailə idi. Ona görə də və onlar əylənməyi, şənlənməyi sevirdilər. Deməli, Qazan xan indi oturub öz taxtında, sağına baxır, görür Qaragünə sağında oturub, Qaragünə də onun qardaşıdır. Soluna baxır, görür Aruz onun dayısı solunda oturub. Bunlara baxanda sevincindən gülümsüyür. Qarşısında da Uruz durub, Uruza baxır və başlayır ağlamağa. Təbii ki, onun ağlamağı oğlu Uruza pis təsir edir. Və istər-istəməz oxucu da fikirləşir ki, niyə görə Uruza ağlayır Qazan xan? Deməli, bunun səbəbini Uruz atasından soruşur. Deyir ki, atacam, sağına baxdın, qardaşın gördün, güldün, sevindin. Soluna baxdın, dayıvı gördün, sevindin. Mənə baxanda niyə ağlayırsan? Qazan xan da başlayır ona səbəbini izah eləmək. Deyir ki, ay oğul, mən indi sağ bir gün gedəndən sonra mənim taxtım qalacaq boş. Bəs mən gedəndən sonra bu taxta qorxuram ki, sənə verməzlər. Çünki sən indiyə kimi ova getməmisən, adam öldürməmisən, şücaət göstərməmisən. Çünki həmin zamanlarda bir kişinin şücaəti, yəni bir kişinin igidliyi, onun insanlar isə hörməti onun etdiklərinə görə idi. Onun döyüşdə qazandığı qələbələrə görə idi və qəhrəmanlığına görə idi. Amma Uruz elə böyüməmişdi deyə və hələ bu şeylərlə tanış deyildi deyə Qazan xan qorxur ki, öz yerini, yəni öz taxtını Uruza verməzlər. Uruz da bunu görür, deyir ki, atacan, yaxşı, deyirsən ki, mən bunları bacarmıram, ox atmamışam, indiyə kimi getməmişəm, döyüşməmişəm, adam öldürməmişəm. Bəs günahkar kimdir? Uruz bunun günahını Qazanda görür. Deyir ki, sən məni indiyə qədər aparmamısan deyə mən bunları bilmirəm. Ha sən mənə demirsən gedək, məsələn, ova çıxaq, ha sən mənə demirsən gedək falan döyüşdə iştirak edək və s. Qazan xan da fikirləşir bunu, deyir, hə, məntiqlidir. Deyir, abəylər, biz oğlum Uruzlu 7 günlük səfərə çıxacaq, el sizə amanət. Nəsə. Və səfərə çıxdığı yerlərin adlarını da burada qeyd edir. Cızıqları Ağlağana və Göyçə dağına, yəni kafirin sərhədinə gedəcəklər. Qazan xan 300 igiddən Uruz da 40 igidini götürür və başlayırlar bunlar ora getməyə. İndi, artıq bunlar səfərə çıxdılar. Təbii ki, gediblər, yeyib, içiblər, şənləniblər, sərxoş halda dincəlirlər. Və təbii ki, bu kafirin sərhədi olduğu üçün kafirin casusu bunu görəndə gəlib Təkura xəbər verir. Baxın, bizim Qazan xanın evinin yağmalanması boyunda Şöklüməliyə xəbər verilirdi. Burada isə Təkura xəbər verilir, yəni Şöklüməli deyil burada. Və o casus da Didani Agasaka qalasından idi. Gəlib deyir ki, nə yatmısan? Sənin bu qədər zülm eləyən Qazan xan gəlib uzanıb burada sərxoşlu. Və ona görə də əmr edir Təkur 16.000 kafir hücuma keçir Qazanın üstünə getməyə. Nəysə, uzaqdan Qazan adamları görürlər ki, biz uzaqdan toz torpaq qalxıb sürü gəlir bunlara tərəf. Təbii ki, o vaxt təxmin edirlər ki, ola bilsin ceyran sürüsü də gəlir. Amma Qazan baxır, deyir ki, bu ceyran sürüsü deyil. Çünki normalda ceyran sürüsü 2 bölük olardı, yəni 2 dəstə olardı. Amma bu gələn 6 bölükdür. Deməli, üstümüzə kim gəlir? Düşmən gəlir, yəni yağı gəlir. Və Uruz gəlir, atası ilə danışır. Atası o düşmənin qoşununu görək nəyə bənzədir? Deməli, kafirin qoşununu oğlu üçün dənizə bənzədir ki, oradan görür səni dəniz kimi gələn kafirin qoşunudur. Kafirin papağındakı işığı, yəni günəş vurur o papağı, dəbilqədir, dəmirdəndir, işıq saçır. Həmin işığı günəşə bənzədəndir, günəş kimi parıldayan kafirin başındakı o papağındakı işıqdır. Və kafirin nizəsini də, o nizələr də axı onların əllərində də uzun çubuqlar belə atırlar. Onu da nəyə bənzədir? Ulduza bənzədir. Çünki ulduz var idi onun başlığı. Ulduz kimi parıldayır ona görə. Və sonra Qazanın yağı sözü çıxır. Uruz soruşur ki, atacan, bəs yağı nə deməkdir? Biz bundan görürük ki, Uruz hələ xamdır, döyüş təcrübəsi yoxdur. Hətta o dərəcədə xamdır ki, hələ yağının nə olduğunu bilmir. Qazan xan da deyir ki, yağı o şeyə deyilir ki, onlar bizə yetsələr, onlar bizi öldürərlər, biz onları yetsə, biz onları öldürərik. Çox qəşəng bir izah verir, həqiqətən qəşəng izahdır. Yəni, deyir ki, kim üstün olsa onu öldürəcək, yəni düşmən buna deyilir də.
Nəysə, o zaman Uruz cuşa gəldi. Dedi ki, atacığım, mən bütün əşyalarımı, silahımı, qılıncımı bugün üçün hazırlayırdım ki, gəlim sənə kömək edeyim, döyüşək filan fəsməkan. Yəni, cavandır, necə deyirlər, qanındakı, damarındakı qan coşub. Qazan xan da deyir ki, yox oğul, yəni sənin bildiyin düşmən deyil də. Bu gəlsə üstümüzə, sənin xamlığın və bu coşan damarındakı qan səni qurtarmayacaq. Düşmən belə bir şey gəlib səni öldürür. Yəni, özünü qoruya bilməsən, öləcəksən. Nəysə, Uruz deyir, atası deyir, axırda Uruz razılaşmalı olur. Çünki həmin zamanlarda atanın sözü yerə salınmazdı. Salan oğla da yaxşı baxmırdılar. Və Qazan xanın sözünə qulaq asır. Nəysə, Qazan girir döyüşə, Uruz da kənardan baxır döyüşə. Görür ki, Qazan sağdan girir, soldan girir, qəşən döyüşür. Uruz burada dayana bilmir, cuşa gəlir və öz igidlərinə deyir ki, haydi hücuma keçək. Atasının sözündən çıxır burada. Və Uruz düşmənin sağ cinahına hücum eləyir və xeyli də düşməni vurur, öldürür. Amma axırda bir ox vururlar, Uruzun atına dəyir həmin ox. Uruz atdan yıxılır. Uruz atdan yıxılandan sonra o igidlər ki, yox idi 42, onlar atdan düşürlər ki, Uruza kömək olsunlar. Amma əsərdə deyilir ki, piyadanın ümidi olmaz da. Piyada olduqları üçün onları məğlub eləyirlər və ona görə də 40 igidi öldürürlər, Uruz da əsir düşür. Deməli, Uruzun tutulmasının təməl səbəblərindən biri nə oldu? Atından yerə yıxılması. Bu testə düşən məqamdır artıq. Deməli, nəsə, Qazan xan döyüşdə uğur əldə edir, gəlir oğlunun yanına, amma oğlunu tapa bilmir. Hə, indi oğlunu tapa bilmirsə, indi Qazan hardan biləcək ki, oğlunu əsir aparıblar. Bəylər deyirlər ki, oğlan uşağıdır da, qaçıb anasına gedib, anasına sığınıb, qorxub. Qazanın beyni çönür və Qazan deyir ki, əgər anasına gedibsə, gedək onu tapa öldürək, cəsədinin hər bir tikəsində bir yerə ataq, o qədər qəzəblənir. Nəsə gedirlər anasının yanına səfərdən. Burla xatun da hələ heç nədən xəbəri yoxdur. Eşitmiş, bilirdi ki, oğlun ilk ovudur və bir neçə heyvanın erkəyindən kəsmişdi, qəşəng kablar hazırlamışdı ki, oğlum gələcək, bu ovu qeyd eləyəcək. Qazan da heç nə deməli gəlir Burla xatunun yanına. Burla xatun görür ki, Qazan gəlir, amma Qazanın yanında oğlu Uruz yoxdur. Burla xatun da indi Bayandır xanın qızıdır da, tutur söhbəti. Uruz yoxdursa nə ola bilər? Ya öldürülüb, ya əsir düşüb, hər hansı bir şey olub da gəlməyib atası ilə. Və Burla xatun başlayır Qazanla danışmağa şeir dili ilə. Və Qazan deyir ki, oğlum hardadır? Əgər istəyirsəniz gedim atam Bayandırdan qoşun götürüm, pul götürüm, gedim oğlumu xilas eləyək. Yəni nə oldu? Oğlumun başına ümumiyyətlə nə gətirdim? İndi Qazan xan da Burlanın ürəyini qorxutmamaq üçün başlayır bəhanələr gətirməyə. Deyir ki, oğul ovdadır, gələr də hər halda ova gedib gələcək. Yəni burada ciddi bir şey yoxdur. Burla da ona deyir ki, hətta Qazan Burla xatunun 7 gün möhlət istəyir. Deyir, mən 7-cə gün ver, gedim oğlunu gətirim, ovdadır. Yəni qorxma. Burla xatun da deyir ki, bir şərtdən sənə inanaram ki, oğlum ovdadır. Sən oğul dalınca yorğun atın və kütləşmiş nizən ilə gedəsən. Niyə belə deyir? Yəni bilim ki, sən düşmənin üstünə getmirsən də. Yəni sən əgər yorğun atla və kütləşmiş nizə ilə getsən, biləcəm ki, oğul ovdadır. Yəni amma sən əgər silah, qılınc götürüb ordu götürüb getsən, biləcəm ki, mənim oğlum düşmənin əlindədir, sən ona görə gedirsən. Və bu şərti yadda saxlamaq vacibdir. Və Qazan sizcə əməl edirmi bu şərtə? Təbii ki, yox. Gizlincə 90 dəstə adam götürür, 90 nəfər yox, 90 dəstə adam götürür. Yola düşür ki, oğlunu xilas etsin. Anlayır ki, oğlunun başına bir iş gəlir. Nəysə, gəlirlər Uruzun o döyüşdüyü yerə, görürlər ki, bu 42-də orada öldürüblər filan fəsməkan. Qazan Uruzun qızıl dəstəkli qamçısını tapır. Qamçısını tapanda tak deyə anlayır ki, Uruzu əsir götürüblər. Testdə bu məqam düşür. Qazan Uruzun əsir düşdüyünü əsasən nədən anlayır? Deyəcək ki, qızıl dəstəkli qamçısından anlayır. Bu testdə burada çox şey yaza bilər testin yerinə, sən bunu yadda saxlamalısın. Nəysə, deyir ki, bəylər, Uruz əsir düşüb, gedək. Gəlirlər Dərbənd tərəfə, yəni kafirin üstünə. Həmin ərəfədə də Uruzu yerə uzatmışdılar. Yapınızgən demiş, gələn ki, sən Uruzun üstünü taptalib keçirdi. Yəni, bizdə ümumiyyətlə Uruza işgəncə bu əsərdədir. Yəni, digər boylarımızda 3 dənə boy düşür də, demə. Burada Uruza işgəncə var və burada işgəncə edirlər artıq. Və birdən görürlər ki, Qazan xan gəlir. Uruza deyirlər ki, atan gəlib səni xilas eləməyə. Yəni, siz Uruzdakı mərdiyə baxın. Uruz deyir ki, kafir, mənə aman ver, atamla danışmaq istəyirəm. Yəni, belə yada saxlayaq, Uruz digər boyumuzda da düşməndən aman istəyirdi, ağızla danışmaq üçün. Bu boyumuzda da aman istəyir, amma atası ilə danışmaq üçün. Qorxudan aman istəmir. Atası ilə də niyə danışmaq istəyir? Atasını geri göndərsin də, istəmir atası bu döyüşdə öldürülsün və s. Başlayır atası ilə danışmağa, ümumiyyətlə uzun bir şeir diyaloqu var orada və
Uruz atasına deyir ki, yəni ay atacan get də buradan, öz başına problem gətirmə, bacımı ağlatma, anamı ağlatma, bacısı olduğunu buradan öyrənirik. Sonra isə anama de ki, əgər 1 ay gəlməsəm gözləsin, 2 ay gəlməsəm gözləsin, 3 ayda gəlməsəm gözləsin, amma 3 ayda da keçsə bilsin ki, ölmüşəm. Qazan da deyir ki, ay bala, hətta Uruz atasına deyir ki, Allah sizə məndən daha yaxşı övlad verəcək. Qazan da deyir ki, ay bala, yəni bu yaşdan sonra bizə başqa övlad lazım deyil, deyirik övladı. Hətta burada Uruzun dilindən başın baxdı qazan ifadəsi işlənir. Bu ifadə bildirir ki, Burla xatun ifadəsidir. Sadəcə Uruz deyir ki, anamı başın baxdı qazan deyə ağlatma. Yəni normalda Uruz atasında belə xitab eləmir. Sadəcə olaraq anasının dilindən deyir. Yəni bu söz amma kimin dilindən çıxır? Uruzun dilindən çıxır. Bunu da yadda saxlayaq. Nəysə qazan razılaşmır. Qazan razılaşmadığı üçün də kafirlər təbii ki, nə edəcəklər? Döyüşə başlayacaqlar. Aralarında döyüş başlayır. Qazan 3 dəfə kafirin üstünə geçsə də kafiri məğlub edə bilmir. Axırda göz qapağından qılınc dəyir. Qazan yaralanır. Həmin ərəfədə də Burla xatun anlamışdı söhbəti deyə. 40 qız oğlanla qara ayğırını minib, qara ayğırını, bunun da adı qara ayğırdır. Düşür Qazanın dalınca. Gəlir görür ki, Qazan yaralı vəziyyətdədir. Burada indi Burla da yanında Qazanın qabağında. Qazan da elə bilir ki, bu hansısa bir döyüşçüdür. Və Qazan ondan onun atını, nizəsini və silahını istəyir, qılıncını istəyir ki, versin, Qazan döyüşə davam eləsin. Burla xatun deyir ki, nə olub sənə? Öz məhrəmvi halallığı tanımır gözün sənin, yəni məni tanımırsan, mənəm də Burla xatunam. Nəysə, həmin ərəfədə bu Qazanın nə istəməsi də tezdə düşür, burada diqqətli olaq. Həmin ərəfədə də artıq biz bilirik ki, həmişə ən o son anda xilaskarlar gəlirlər. Kimlər gəlir köməyə? Normalda obrisi boyumuzda da 8 nəfər adı çəkilir, burada da 8 nəfər, amma burada biraz fərqli adlarımız var. Baxın, köməyə gələnlər hansılardır? Qara Günə, Qazanın qardaşı, onun təsvirini kəsən boyda da demişdik. Bığını 7 dəfə düyünlür boynun ardından, bir də acığı tutanda qaradaşı kül edir, yəni qəzəblidir. Dəli Dondaz Qazanı 3 dəfə atdan yıxan adamdır. Eyni zamanda Dəmir Qapa Dərbənd məsələsi var, DD ilə yadda saxlayırıq, bu da Dəli Dondaza aiddir. Beyrək Parasarın Baybrud qalasından sıçrayıb aşan adamdır. 7 qızın, 7 bacının ümididir. Sonra Yeynək Qazlı Qocaoğlu, Oğuz bəylərin bir-bir yıxan adamdır. Sonra da burada indi obrisi boyda olmayanlar kimlərdir? Dəli Tondaz, Düyər, Büdgüz Əmən. Bax, bu 3 dənəni adı yadda saxlayaq. Bunlar obrisi boyda adları çəkilmir köməyə gələnlər sırasında. Düzdür, hamı gəlir köməyə, amma adları çəkilmir bunların. Dəli Tondaz 24 Oğuz edini təlif edəndir. Düyər 1000 nəfərin başçısı, Büdgüz Əmən də minbaşıdır. Əslində eyni şeydir. Aruz isə Qazanın dayısı, burada 9 tayfanın başçısı kimi keçib. Bunlar ümumiyyətlə və digər bütün bəylər gəlirlər köməyə, döyüş başlayır burada. Oxşar cəhətlər nədir? Dəli Dondaz Qara Tükən Məliyi öldürür, sağdan hücuma keçir. Qara Budaq soldan Boğazlıq Məliyi öldürür. Qazan da ortadan hücuma keçib Təkurla Şöklü Məliyi öldürür. Amma burada digər boydan təməl fərq budur ki, burada kafirin bayrağını Burla xatun yerə salır. Amma bizim Qazanın evinin yağmalanması boyunda kim yerə salırdı? Təbii ki, Qara Günə. Yadda saxlayaq bu məqamları. Burada döyüş qələbə ilə bitir və sonda yenə Qazanın qələbə islahatları. Yəni qələbədən sonra nə edir? İslahat elə zarafatyana yazmışam. Normalda tarix fənninə oxşur. Qələbədən sonra Qazan nə edir ümumiyyətlə? Ağza qala sürməliyə qalıb 40 dənə otaq tikdirir. 7 gün 7 gecə yeyib içmək olur. 40 evli qulla, 40 kənizi azad edir, cariyəni azad edir. İgidlərə ölkə qala, cübbə, çuxa verir. Əsərin sonunda Dədə Qorqud gəlib xeyir dua verir. Əsərimiz sonlanır. Belə. Videonu bəyənməyi, kanala abunə olmağı, digər videoları izləyib dərs öyrənməyi yaddan çıxarmayın. Növbəti çəkilişlərdə görüşənədək.